İnsan orqanizmi hər gün qocalır və bu prosesi tamamilə dayandırmaq mümkün deyil. Lakin qocalmanı ləngitmək, hətta bəzi məqamlarda geriyə atmaq, yəni qismən cavanlaşmaq mümkündür. Bunun üçün sizə 5 təbii maddə deyəcəm ki, bu təbii maddələr bol olan qidaların istifadəsinə üstünlük verir. İlk maddə resveratrol. Resveratrol üzüm qabığında və əsasən də fıstıqda olur. Neyiniyir? Bədəndə SIRT1 adlanan uzunömürlülük geni var ki, onu aktivləşdirir. Yəni hüceyrə gəzliyini qoruyur bu maddə. İkinci maddə spermidin. Spermidin ən çox buğda düzəltisi, soya, yaşıl noxud və pendir kimi qidalarda var. Neyiniyir? Avtofagiyanı aktivləşdirir. Yəni zədələnmiş hüceyrələri bədəndən təmizləyir. Və spermidin bir növ bədəni içərdən təmizləyən molekul sayılır. Üçüncü maddə quercetin. Quercetin də soğanda, alma qabığında və əsasən də brokolidə olur. Bu neyiniyir? Antioksidant və senolitik təsir göstərir. Yəni ölü hüceyrələri bədəndən təmizləyir. Bir növ bədəndə qocalmış hüceyrələri sıradan çıxararaq sizi daha da cavanlaşdırır. Dördüncü maddə kurkumin. Bu isə zərdəçalın, yəni sarıkökün ən aktiv maddəsidir. Çox güclü anti-inflamatuar təsir göstərir. Oksidləşməni azaldır. Yəni birbaşa xroniki iltihabı azaldaraq yaşlanmanın kök səbəblərinə təsir edir. Beşinci maddə isə EGCG maddəsidir. Bu isə yaşıl çayın əsas polifenoludur. Yaşıl çay da ki, hamımıza məlumdur. Uzunömürlük və gec yaşlanmağın eliksiridir. Xülasə yaşlanmaq qaçınılmazdır. Amma onu ləngitmək, yavaşlatmaq öz əlimizdədir.